Salam əziz şagirdlər və fizikanı öyrənmək istəyənlər. Bugünkü dərsimizdə fizika 8-ci sinif dərsliyindən olan potensial və kinetik enerji nədən asılıdır mövzusu ilə tanış olacaq. Gəlin başlayaq. Əvvəlki dərslərdə biz sizinlə enerji növləri ilə tanış olmuşduq və siz öyrənmişdiniz ki, cisimlərin qarşılıqlı təsiri zamanı yaranan enerji potensial enerjidir. Potensial enerji adətən ya hündürlüklə bağlı olurdu, ya da müəyyən elastik yayda yaranan enerji. İndi həmin bu enerji haqqında biraz daha məlumatı genişləndirək və onun ifadələri ilə də tanış olaq. Ümumiyyətlə, potensial enerjinin əsasən iki növü ilə biz bu dərsdə danışacağıq. Gravitasiya potensial enerji və elastik potensial enerji. Gəlin hər biri ilə tanış olaq. Əgər cisimlər yer səthinə nəzərən vəziyyətini dəyişirsə, yəni hündürlüyə qalxır, hündürlük bu zaman artır və yaxud azalırsa, cisim gravitasiya potensial enerjisinə malik olur. Məsəl üçün, hər hansı bir cismin hündürlükdə olması artıq onun gravitasiya potensial enerjiyə malik olmasından xəbər verir. Yəni, şəkillərdə də görürsünüz ki, cisim müəyyən hündürlükdədir, yuxarıdan aşağıya və ya aşağıdan yuxarıya doğru hərəkət edir. Həmçinin bu şəkildə də siz görə bilirsiniz ki, müəyyən bir cismi yuxarıdan aşağı atdıqda bu zamanda deyə bilərik ki, cisim müəyyən gravitasiya potensial enerjisinə malik olur. Həmçinin burada da cismin hündürlüyü daim dəyişir. Hərəkət boyunca daim dəyişdiyinə görə biz burada da deyə bilərik ki, cisimlər gravitasiya potensial enerjisinə malikdir. Həmçinin bu şəkildə də görə bilərik ki, burada da hündürlük ya artır ya da azalır. Artıb azaldığından biz burada da deyə bilərik ki, cisim gravitasiya potensial enerjisinə malikdir. Həmçinin bu şəkillərdə də görə bilərsiniz gravitasiya potensial enerji. Bu şəkillərdə də həmçinin daş müəyyən hündürlükdədir və o aşağıya doğru hərəkət edir. Həmçinin velosipedçi də müəyyən bir hündürlükdədir və aşağıya doğru hərəkət edir. Bu zaman onun hündürlüyü dəyişir. Müəyyən hündürlükdə oturmuş quş və yaxud müəyyən hündürlükdə uçan quş da gravitasiya potensial enerjisinə malikdir. Çünki burada hündürlükdən danışılır, hündürlüyün dəyişməsi baş verir. Əgər bir cismi yer səthindən yuxarı qaldırsaq və yaxud yer müəyyən hündürlükdən aşağı atsaq, bu zaman biz ağırlıq qüvvəsinə qarşı iş görmüş oluruq. Ağırlıq qüvvəsinin gördüyü iş, biz bilirik ki, iş F vurulsun S idi, F burada qüvvə idi, S yer dəyişmə idi. Amma bizdə burada ağırlıq qüvvəsinə qarşı iş görüldüyündən F-i yerinə F ağırlıq, yer dəyişməni yerinə isə H yazırıq. F ağırlıq mg düsturuna hesablanır. Bunu əvvəlki dərslərdə sizinlə keçmişdik. Yer dəyişmənin də yerinə biz H yazacağıq. Bu zaman bizim aldığımız düstur A bərabərdir mgh-dır. Əslində bizim üçün bu aldığımız düstur potensial enerjidir. Biz çünki əvvəlki slaydlarda da dedik ki, harda hündürlük varsa, harda hündürlüyün dəyişməsi baş verirsə, bu zaman biz burada potensial enerjidən danışmalıyıq. Potensial enerji mgh düsturuna hesablanır. Şəkildə də görürsünüz, cisim müəyyən hündürlükdən atılır. Bu zaman hündürlük dəyişməsi baş verir və biz bu zaman deyə bilərik ki, cismin potensial enerjisi dəyişir. Həmçinin cisim müəyyən hündürlükdə olduğu zamanda burada potensial enerji malik olur. Potensial enerji yenə də mgh düsturuna hesablanacaq. Yenə də bu şəkildə görürsünüz ki, cisim müəyyən hündürlükdədir. Bir müddət sonra aşağıda olur və hər iki halda müəyyən potensial enerjiyə malikdir. Əslində, ən üstdə olduqda, müəyyən potensial enerji malik olduğu halda, ən aşağı halda isə hündürlük olmadığından biz burada deyəcəyik ki, potensial enerji yoxdur. Ümumiyyətlə, potensial enerjinin düsturuna tanış oldu. Gəlin indi deyək ki, buradakı kəmiyyətlər hansı kəmiyyətlərdir? Kütlə M kütlədir, vahidi kiloqramdır, söhbət BCD vahidindən gedir. Cihazı tərəzidir. Y potensial enerjidir, vahidi jouldur, cihazı yoxdur. Hər iki kəmiyyət skalyardır, yəni həm kütlə, həm potensial enerji. J səbirsüşmə təcilidir, vektorial kəmiyyətdir. Onun vahidi isə metr bölü saniyə kvadratı, cihazı yoxdur. H hündürlükdür, vahidi metr, cihazı isə xəttkeşdir. Əgər düstura fikir versək, görərik ki, düsturda potensial enerji kütlə ilə düz mütənasibdir. Çünki kütləni artdırdığımız zaman potensial enerji də artır. Ona görə düstur koordinat başlanğıcından keçən düz xəttdən ibarətdir. Yəni burada da şəkildə də qrafikində görə bilirsiniz ki, kütlə artır və ona uyğun olaraq da potensial enerji artır. Həmçinin hündürlüklə də düz mütənasibdir. Hündürlük də artdıqca potensial enerjinin artması baş verir.
Burada da deyə bilərik ki, potensial enerji hündürlüklə düz mütənasibdir və qrafiki də eyni ilə koordinat başlanğıcından keçən düz xətt formasında olacaq. Həmçinin qravitasiya sahəsinin intensivliyi və yaxud sərbəstləşmə təcilliyinə eyni ilə düz mütənasib asılıdır. O da artanda potensial enerji artdığından qrafikimiz yenə də koordinat başlanğıcından keçən düz xəttdən ibarət olacaq. Şəkildə müəyyən hündürlükdə qoyulmuş kərpicin potensial enerjisi yerdə qoyulmuş kərpicə nəzərən böyük olacaq. Çünki hündürlükdə olarkən müəyyən hündürlüyə malik olur. Bu zaman potensial enerji özünün maksimum qiymətini alır. Amma yerə qoyduğumuz zaman heç bir hündürlükdən danışılmadığından, yəni burada hündürlük sıfıra bərabər olduğundan deyə bilərik ki, burada potensial enerji sıfıra bərabər olur. Elastikli cisimlərlə tanış olaq. Biz onu əvvəlki dərslərdə sizinlə keçmişdik. Demişdik ki, elastikli cisimlərdə elastiklik qüvvəsi meydana gəlir. Çünki elastikli cisimlər adətən dartılma və sıxılma xüsusiyyətinə malikdir. Və elastiklik qüvvəsi ilə biz əvvəlki dərslərdə sizinlə tanış olmuşduq ki, F elastik K2-sə bərabərdir. Bu zaman bu cür elastik cisimlərdə elastik yayın potensial enerjisi hesabına baş verir. Yəni burada biz danışacağıq ancaq elastik yayın potensial enerjisindən. Çünki burada qarşılıqlı təsir var. Qarşılıqlı təsiri xarakterizə edən fiziki kəmiyyət də bizdə elastiklik qüvvəsi idi. Məsəl üçün, əgər cisimlərin ölçülərində və formalarında dəyişiklik olarsa, yəni deformasiyaya uğrayarsa, məsəl üçün uzanıb və yaxud gərilib, sıxıla bilirsə bu cisimlər, bu zaman deyə bilərik ki, onlar elastik potensial enerjisinə malikdir. Şəkildə də bunları açıq-aydın görürsünüz. Hər hansı bir yaydan oxun atılması, hər hansı bir musiqi aləti, xüsusən də simli alətlərin çalınması zamanı simlərin gərilməsi baş verir. Bu zaman elastik potensial enerji mövcud olur. Həmçinin rezin topun sıxılması və yaxud elastik yayın dartılması və sıxılması, bu zamanda elastik potensial enerjidən danışırıq. Eyni ilə digər elastikli cisimləri də şəkildə görə bilirsiniz. Bunlar da gərilmə və sıxılma xüsusiyyətlərinə malikdir. Bunu da əvvəlki slaydda dedik və əgər biz daşı elastik yaya qoyub gərən zaman yenə də yay elastik potensial enerjisinə malik olur. Çünki bu enerjinin hesabına həmin daş hərəkətə gəlir. Eyni ilə şəkildə idmançı ox atmaq üçün istifadə etdiyi elastiki yayı gərən zaman, bu zaman yay da yenə elastik potensial enerjisinə malik olur. Elastik potensial enerji isə aşağıdakı düsturla hesablanır. Y potensial bərabər də kx kvadratı bölünsün 2. Yəni biz əgər məsələnin şərtində bizdə yayın potensial enerjisini soruşursa, biz bu düsturdan istifadə etməliyik və bilməliyik ki, elastik yayda yalnız elastik potensial enerjisi mövcud olur. Əgər yayın gərildiyini və yaxud sıxıldığını bizə deyirsə. Burada da kəmiyyətlərlə tanış olaq. Əslində biz bu kəmiyyətlərlə əvvəlki dərslərdə tanış olmuşduq. Sadəcə yenə də üstündən bir daha keçək. Deyək ki, K elastik yayın sərtliyidir. Vahidi Newton bölünsün metrdir. Söhbət əsas vahidlərdən gedir. Yəni cihazı yoxdur. X yayın uzanmasıdır və yaxud qısalmasıdır. Vahidi metrdir. Cihazı xəttkeşdir. Y potensial isə elastik yayın potensial enerjisidir. Skaler kəmiyyətdir. Vahidi joule, cihazı isə yoxdur. Yenə də düstura baxsaq, elastik potensial enerji iki kəmiyyətdən asılıdır. Birinci halda elastik yayın sərtliyindən düz mütənasibdir. Çünki yay sərtliyi artdıqca potensial enerji də artır. Bu zaman onun qrafiki koordinat başlanğıcından keçən düz xəttdən ibarət olacaq. Yəni K-nın artması potensial enerjinin artmasına səbəb olur və bu zaman deyirik ki, elastik yayı potensial enerjisi yayın sərtliyindən düz mütənasibdir. İkinci halda yayın uzanmasına baxaq və yaxud qısalması da deyə bilərik. Burada x-dir. X yayın potensial enerjisi x-nə əslində düzdür, sadəcə kvadratik düz mütənasibdir. Çünki x-in üzərində kvadrat işarəsi var. Yəni biz hər hansı bir x-i 2 dəfə artırsa, potensial enerji 4 dəfə artacaq. Və yaxud 3 dəfə artırsa, potensial enerji 9 dəfə artmış olacaq. Ona görə də qrafikimiz parabola formasında olur. Siz bunu riyaziyyat dərsindən keçmişsiniz. Bilirik ki, kvadratik düz mütənasibliyin qrafiki koordinat başlanğıcından keçən paraboladır. Parabolanın qolları isə yuxarıya doğru yönəlir. Kinetik enerji haqqında tanış olaq. Kinetik enerji deyəndə cisimlərin hərəkəti zamanı
yaranan enerjidir. Biz bunu əvvəlki dərslərdə sizinlə tanış olmuşduq. Yəni demişdik ki, harda hərəkət mövcuddursa, bu zaman kinetik enerji vardır. Yəni şəkillərdə də açıq-aydın görürsünüz ki, cisimlər kinetik enerji malikdir. Çünki hərəkət var burada. Hər hansı bir yerlənceyin hərəkəti, topun yuxarıdan aşağıya istənilən formada hərəkəti biz deyə bilərik kinetik enerjidir. Atom və molekulların hərəkəti, kimyəvi proseslər zamanı insan orqanizmində baş verən hərəkətlər və sair hərəkətləri göstərmək olar. Həmçinin idmançının qaçması, heyvanın qaçması, motosikletin müəyyən istiqamətlərə doğru hərəkət etməsi, topun hərəkəti, biz bunu kinetik enerjini deyə bilərik. Hərəkətdə olan, sürətə malik olan bütün cisimlər kinetik enerjiyə malikdir. Onlar dayanan zaman kinetik enerjisini itirir. Çünki hərəkət olunur, sürət sıfıra enir və bu zaman deyə bilərik ki, kinetik enerji itirir. Kinetik enerjiyə də burada aid bir sıra nümunələr sizə göstərilmişdir. Hətta biz qələmlə yazan zaman da kinetik enerjiyə malikdir. Çünki qələmin hərəkəti baş verir burada. Həmçinin yenə də burada da kinetik enerjiyə aid nümunələr göstərilib. Atın hərəkəti, nə bilim, topun hərəkəti, hər hansı bir təyyarənin hərəkəti və s. kimi hərəkətlərdə deyə bilərik. Əgər hərəkət dayanıbsa, yəni hərəkət yoxdursa, sürət sıfıra enibsə, bu zaman deyirik ki, kinetik enerjisini itirir. Həmçinin burada da müxtəlif hərəkətləri siz görə bilirsiniz. Burada kinetik enerjiyə aid etmək olar. Maşının hərəkəti, hər hansı bir quşun hərəkəti, topun hərəkəti, velosipedçinin hərəkəti. Kinetik enerji isə aşağıdakı düsturla ifadə olunur. Kinetik enerji Y kinetik mv kvadratı bölünsün 2 ilə hesablanacaq. Biz bu düsturdan istifadə edərək istənilən cismin, hərəkət edən cismin kinetik enerjisini təyin edə biləcəyik. Kinetik enerjinin düsturuna baxsaq, orada bir sıra kəmiyyətləri görürük. Gəlin bu kəmiyyətlərlə bir daha yadımıza salaq, bir daha təkrarlayaq. Düsturda M cismin kütləsidir, vahidi kiloqramdır, cihazı tərəzidir. Y2 kinetik enerjidir, vahidi jouldur, cihazı yoxdur. Hər iki kəmiyyət skalyardır və cismin sürətidir, vektorial kəmiyyətdir. Vahidi metr bölü saniyə, cihazı isə spidometrdir. Çünki burada sürət kimi biz yer dəyişməyə görə sürətdən də istifadə edə bilərik, yola görə sürətdən də. Yəni sürətlər dəyişkən olduğuna görə ona uyğun olaraq sürəti götürürük. Cismin kinetik enerjisine əsasən biz bir sıra kəmiyyətləri görürük və biz deyə bilərik ki, kinetik enerji kütlə ilə düzmütənasibdir. Çünki kütlə artdıqda kinetik enerjimiz də artır. Və bu zaman qrafik koordinat başlanğıcından keçən düz xəttdən ibarət olacaq. Yəni bu şəkildə olur. İkinci halda sürətə baxarıq və kinetik enerji sürətlə də düzmütənasibdir. Sadəcə kvadratik düzmütənasibdir. Yəni sürət artanda kinetik enerjimiz də artır. Məsələn, sürət 2 dəfə artanda kinetik enerji 4 dəfə artır. Yox, əgər sürət 2 dəfə azalırsa, bu zaman deyəcək ki, kinetik enerji də 4 dəfə azalır. Və şəkildə də qrafik koordinat başlanğıcından keçən paraboladan ibarət olacaq. Bu hissədə isə sizə bu vaxta kimi keçdiyimiz bəzi düsturların cədvəli verilmişdi. Bu düsturları siz dəftərinizdə də qeyd edib, məsələ həllində asanlıqla istifadə edə bilərsiniz. Mexaniki iş, sürtünmə, güc. Bugünkü dərsimiz potensial enerji və kinetik enerji. Biz bu dərsimizdə potensial enerjinin 2 düsturu ilə tanış olduq. Lakin kinetik enerjinin bir düsturuna tanış olduq. Bunlara aid biz məsələ həllində istifadə edəcəyik. Bunları siz öz dəftərinizdə qeyd edib və məsələ həllində istifadə edə bilərsiniz. Şəkildə maşın yüksəkliyə qalxarkən o əks istiqamətdə yönələn sürtünmə və havanın müqavimətini qüvvəsinə üstün gəlmək üçün sürətini artırır. Yəni biz maşın burada hərəkət edərkən sürtünmə qüvvəsinə də məruz qalır. Çünki maşın təkəri ilə yol arasında müəyyən sürtünmə qüvvəsi yaranır. Həmçinin hava, əgər külək əsirsə, havanın müqaviməti qüvvəsinə rast gəlir. Bu zaman onlara qarşı çıxmaq üçün, yəni onlara üstün gəlmək üçün sürətini artırır. Və biz bu zaman deyə bilərik ki, bu zaman maşının da kinetik enerjisi artır. Çünki sürət artdığı zaman kinetik enerji də artırdı. Samada uçan quş həm potensial, həm kinetik enerjiyə malikdir. Çünki müəyyən hündürlükdə varsa, biz bu zaman deyə bilərik ki, burada bu zaman potensial enerji mövcuddur. Çünki hündürlük var. Hərəkət olduğuna görə də həmçinin deyə bilərik ki, kinetik enerji var. Təmir üçün yuxarıya qaldırılan maşın potensial enerjiyə malikdir. Çünki müəyyən hündürlükdə yerləşib.
Lakin kinetik enerji yoxdur. Çünki kinetik enerji ona görə yoxdur ki, hərəkət yoxdur. Hərəkət olmadığından biz burada deyə bilmərik ki, kinetik enerji mövcuddur. Eyni sürətlə hərəkət edən yüklü və yüksüz avtomobillər qəfil tormoz verdikdə müxtəlif vaxtlarda dayanır. Bizdən soruşulur ki, nə üçün tormoz verdikdə yüklü avtomobil yüksüz avtomobili nəzərən gec dayanır? Ümumiyyətlə, yüklü avtomobilin kütləsi çox olduğundan biz bunu əvvəlki dərslərdə də keçmişik ki, ətalətlik hadisəsidir. Yükü çox olan, yəni kütləsi çox olan adətən sürəti az olur və bu həmin cisim tez bir zamanda dayana bilmir. Bunda ətalətlik daha çox olduğundan öz sükunət halını saxlaya bilmir. Lakin yüksüz avtomobilin kütləsi az olduğundan ona nisbətən daha tez dayana bilir. Çünki o sükunət halını tez saxlaya bilir. Biz bunu əvvəlki dərslərdə də sizinlə keçmişdik. Kütləsi eyni olan iki yük maşının sürəti kiçik olan tormozlanma anından etibarən daha tez dayanacaq. Yəni sürəti az olan tez dayanma ehtimalı var. Çünki o sürətini sıfıra qədər endirməsi tez başa gəlir. Lakin sürəti çox olanın sürətini saxlaması biraz vaxt alır. Ona görə də o gec dayanır. Həmçinin sürətləri eyni olan yük maşınından tormozlandığı anda kütləsi kiçik olan da tez dayana bilir. Çünki öz ətalətliyini hadisəsini saxlaya bilir. Kütləsi kiçik olan da tez bir zamanda dayana bilir. Amma kütləsi böyük olansa bu müddət biraz uzun çəkir. Eyni kütləli avtomobillərdən sürəti böyük olanın kinetik enerjisi də böyükdür. Çünki dedik ki, kinetik enerji sürətlə düz mütənasibdir, düz kvadratik. Ona görə də harda sürət böyükdürsə, kinetik enerji də böyükdür. Şəkildə də görürük ki, iki yarış avtomobili var. İkinci avtomobilin sürəti 150 km/saatdır. O birinciyə nəzərən daha çoxdur. Biz bu zaman deyə bilərik ki, kinetik enerjisi də daha çoxdur. Eyni sürətdə avtomobillərə görə bilərik və burada adətən kütlələr fərqlidir. Kütləsi böyük olanın da kinetik enerjisi böyük olacaq. Çünki biz bilirik ki, kinetik enerji kütlə ilə düz mütənasibdir. Kütlə artdıqca kinetik enerji də artır. Ona görə də yük avtomobilinin kütləsi böyük olduğundan onun kinetik enerjisi də böyük olacaq. Paradda iştirak edən iki eyni təyyarə görürük. Təyyarələrdən deyilir ki, biri aşağıdan uçub digərini ötdüyü müşahidə edir. Nigar bunu baxaraq müşahidə etmişdir. Və bizdən soruşulur ki, hansı təyyarənin potensial enerjisi böyükdür? Biz bilirik ki, potensial enerji verilən halda hündürlüklə əlaqədardır. Hündürlüklə əlaqədar olduğundan biz deyə bilərik ki, yuxarıdakı təyyarənin hündürlüyü çox olduğundan potensial enerjisi də böyükdür. Lakin aşağıdakı təyyarə haqqında bizə deyilir ki, o daha çox sürətlidir. Çünki birincini ötüb keçir. Bu zaman o daha böyük sürətə malik olduğundan, ikinci təyyarə daha böyük sürətə malik olduğundan onun kinetik enerjisi də böyük olacaq. Şəkildə neft sistemlərini dartan, lokomotiv və hərəkətdə olan avtomobil təsvir edilmişdir. Sizdən soruşulur, hansı nəqliyyat növü daha böyük kinetik enerjiyə malik? Kinetik enerjiyə kütlələrinə görə müqayisə etsək, təbii ki, birinci halda kütlələrinə baxsaq, birinci şəkildəki lokomotivin kinetik enerjisi daha böyük olacaq kütlə baxımından. Amma sürət baxımından baxsaq, biz bilirik ki, avtobusun sürəti daha böyük olar. Avtobus sürətli olduğundan onun da kinetik enerjisi böyükdür. Yəni biz bir dəfə kütlələrinə görə müqayisə edə bilərik, bir dəfə sürətlərinə müqayisə edə bilərik. Əgər hər ikisi bizdə verilirsə, biz onda məsələ şərtinə əsasən, yəni Y kinetik mv kvadratı bölünsün 2 düsturuna əsasən qoyub yerinə hesablaya bilirik. Yollarda avtomobillərin sürətinə məhdudiyyət qoyulur. Bunu yəqin ki, çoxunuz müşahidə etmişsiniz. Yol nişanlarının üzərində də bu məhdudiyyət nişanı qeyd olunur. Bunun səbəbi sürətli avtomobilin daha böyük enerjiyə malik olması, yəni kinetik enerjiyə malik olması və böyük sürətə malik olan avtomobilin də qısa müddətdə dayana bilməməsidir. Ona görə də öncədən bu sürətinə məhdudiyyət nişanı qoyulur ki, o həmin nişana gəlib çatanaca sürətini azalda bilsin, yəni ötmə əməliyyatı baş verməsin. Şəkildə iki elastik yay təsvir olunub. Biri x qədər sıxılmış, biri x qədər uzadılmışdır, yəni dartılmışdır. Bizdən soruşulur, hansı halda potensial enerji daha böyük? Ümumiyyətlə, potensial enerjinin yay ilə əlaqədar düsturunu biz bilirik ki,
Y potensial bərabərdir kx kvadratı bölünsün 2. Biz bilirik ki, yayın potensial enerji yayın uzanması və ya sıxılması ilə düz mütənasibdir. Biz burada şəkildə ki, eyni yayda eyni qədər sıxıldığına, eyni qədər uzandığına görə deyə bilərik ki, potensial enerjiləri eynidir. Heç bir fərq yoxdur. Çünki hər ikisində həm eyni qədər sıxılma baş verib, hər ikisində eyni qədər uzanma baş verib. Yəni burada x-lər bərabər olduğundan potensial enerji də bərabərdir. K-lar da onsuz da eyni idi. Çünki eyni yaydan danışılır. Ona görə də burada potensial enerjilər bərabər olacaq. İkinci halda masa üzərində 3 kərpic var. Onlardan ikisi bir-birinin üzərinə yerləşir. Hansı kərpicin döşəməyə nəzərən potensial enerjisi böyükdür? Şaquli qoyulan bir kərpicin yoxsa üst-üstə yerləşdirən 2 kərpic? Nə üçün? Baxsaq görərik ki, hər ikisi kərpicin potensial enerjisi eyni hündürlükdə yerləşdirilib. Eyni hündürlükdə yerləşdiyindən biz də kərpiclərə baxıb onları müqayisə etməliyik. Hündürlüklər eyni olduğundan ki, kərpicdən hər ikisində potensial enerjilər bərabər olacaq. Ona görə də heç bir fərq olmayacaq. Digər halda bizə məsələ verilmişdir. Məsələdə deyilir ki, 90 kiloqram kütləli alpinist yer səthindən 3000 metr hündürlükdə, yüksəklikdə dincəldikdən sonra 1800 metr yüksəkliyə qalxır. Alpinistin yer səthinə nəzərən potensial enerjilərini təyin edin. Potensial enerjinin düsturunu bilirik ki, mgh-dır. Gəlin birinci halda potensial enerjini, ikinci halda isə potensial enerjini hesablayaq. Birinci halda potensial enerji götürəndə kütləni baxmalıyıq. Kütlə bizdə 90 kiloqramdır. Burada m yerinə 90 kiloqram yazmalıyıq. Çünki kütlə m 90-a bərabərdir. Çevirmə aparmırıq, çünki əsas vahidlər. J 10-dur, yazıram J 10. Hündürlük birinci halda bizdə hündürlük 3000 metrdir. 3000 yazıram. Sonra hesablayıram. Yəni hər birini bir-birinə vursa, bu zaman aldığımız cavab qiymət baxımından 27, 5 dənə 0 olacaq. Yəni bu şəkildə yazmalıyıq. Yazırıq. Joule-a bərabərdir. İkinci halda potensial enerjiyə baxaq. İkinci halda bizdə potensial enerji hündürlüyü də verilmişdir. 1800 metr hündürlüyə də qalxmışdır. Bu zaman ümumi hündürlük bizdə 3000-dən 1800 metri hesablamalıyıq. Hesablasaq görərik ki, 4800 metrdir. İndi bu hündürlükdə potensial enerjiyi hesablasaq yenə 90, kütlə eyni qalır. J10 eyni qalır. Hündürlük isə 4800 olacaq. Biz burada da eyni qaydada 48-i 9-a vurub yaza bilərik. Sonra sıfırları yanına əlavə edə bilərik. Gəlin yazaq. 48-i 9-a vursaq bizdə 2 bizdə cavab 432. Yanına da 4 sıfır əlavə etməliyik. Əgər müqayisə etsək, təbii ki, biz deyə bilərik ki, ikinci halda potensial enerji daha böyükdür. Çünki ikinci halda hündürlük böyükdür. Ona görə də yazmış olsa müqayisə şəklində, ikinci halda potensial enerjinin birincidən böyük olduğunu yaza bilərik. Keçək digər məsələyə. Bizdən soruşulur, çayın hansı hissəsində, mənbəyində yoxsa mənsəbində su daha böyük potensial enerjiyə malikdir? Şəkillərə fikir versək, biz coğrafiya dərsindən keçmişik mənbə və mənsəb anlayışını. Biz bilirik ki, mənbəyində yoxsa mənsəbində. Mənbəyində adətən hündürlüklə əlaqədardır. Mənsəbi isə aşağı hissəsidir. Ona görə də hündürlüklə əlaqədar olduğuna görə təbii ki, mənbəyində deyə bilərik ki, potensial enerji daha böyükdür. Yəni biz bunu götürəcəyik. Səbəbi isə mənbə mənsəbdən daha hündürlükdə olması ilə əlaqədardır. Və harda hündürlük çoxdursa, orada potensial enerji daha böyük olacaq. Şəkildə təsvir edən cisimlərin potensial enerjilərini müqayisə edin soruşulur. Gəlin bunları bir-birini hesablayaq, sonra sizinlə müqayisə edək. İlk növbədə biz bilirik ki, potensial enerji ümumiyyətlə
müəyyən hündürlüklə əlaqədar olduğuna görə biz burada MGH düsturundan istifadə edəcəyik. Birinci halda potensial enerjini biz hesablasaq, hər biri üçün J'ni 10 qəbul edək. Hesablasaq M bizdə 3'dür, H da 2'dir. Yəni 3 vurulsun 2. 3 vurulsun 2, o da vurulsun 10'a yazarıq. Bu zaman 60 joule eder. İkinci halda potensial enerjiyə baxsaq, yenə də MGH düsturunu hesablanmalıyıq. 1 vurulsun, kütlə 1'dir. Hündürlük 5'dir. J də 10 olsa, biz burada 50 joule tapmış olarıq. Üçüncü halda potensial enerjini hesablamış olsaq, 2'ni 3'e vurub, onu da 10'a vurarıq. Yəni də burada 60 joule'dur. Müqayisə etməli olsa, ilk növbədə görürük ki, birinci ilə üçüncünün qiymətləri eynidir. Ona görə də yazıram 1 3'e bərabərdir. İkincidən böyük olduğundan, bu şəkildə yazarım. Yəni biz bu məsələdə hər birini ayrı-ayrılıqda hesabladıq. Sonra həmin hesablanmaları nəzərə müqayisə etdik. Gördük ki, birinci və üçüncü cisimlərin potensial enerjiləri eynidir. O da ikincidən böyükdür. Növbəti məsələdə kinetik enerjilərin müqayisəsini soruşur. Biz bilirik ki, ümumiyyətlə cisimlərin kinetik enerjisi Y kinetik mv kvadratı bölünsün 2 ilə hesablanır. Ona görə də hər bir cisim üçün kinetik enerjini hesablayaq. Birinci cisim üçün kinetik enerjini hesablasaq, M'in yerinə 4M, sürətin yerinə V yazaram. Bölünsün 2'yə şəklində yazaram. İkinci halda hesablasam, bunu da qoy qalsın eləlik. İkinci halda da yazım kinetik enerjini. 2M 4V'nin kvadratı. 4V'nin kvadratı. 4V'nin kvadratı yazaram. Üçüncü halda da kinetik enerjini yazsam, M 4, yəni 16V'nin kvadratı bölünsün 2 şəklində yazmaq olar. İndi bunların hər birini sadələşdirsək, birinci halda görərik ki, 2MV kvadratıdır. İkinci halda görərik ki, fərqli rənglərlə yazaq. İkinci halda yazarıq 4MV kvadratı. Üçüncü halda isə yazsaq 8MV kvadratı olar. Müqayisə etsək görərik ki, 3 2'dən böyükdür, o da 1'dən böyükdür. Ona görə bu şəkildə yazarıq. Üçüncünün ikincidən böyük olduğunu yazarıq. 3 böyükdür ikincidən, böyükdür birincidən. Və gördüyünüz kimi burada müqayisə edəndə gördük ki, üçüncü cismin kinetik enerjisi digərlərindən daha böyükdür. Ən kiçik kinetik enerjiyə malik olan isə birinci oldu. Yəni hesablama qaydası da eyni ilə mv kvadratı bölünsün 2 düsturuna hesablandı. Siz həm m'in, həm də v'nin qiymətini qoyaraq bunu özünüz də hesablaya bilərsiniz. Daha sonra müqayisə etmə daha rahat olur. Müqayisə etmək isə alınan nəticələrə görə müqayisə edilir. Keçək digər tapşırığa. Bizə tapşırıqda verilir ki, Leyla yaydan 2 kiloqram yük asdıqda yay deformasiya edərək bir vəziyyətindən 2 vəziyyətinə gəlir. Yayda deformasiya hansı qüvvənin hesabına yaranır? Biz bilirik ki, elastik yayda adətən deformasiya, ümumiyyətlə elastik yayda mövcud olan qüvvə əsasən elastiklik qüvvəsidir. Ona görə də biz A variantında yazarıq ki, elastiklik qüvvəsi. Bunu belə şəkildə də yaza bilərik. Həmçinin sözlə də yaza bilərik. Çünki birinci halda bizdə elastiklik qüvvəsinin hesabına baş verdi. İkinci halda B variantında bizdə soruşulur ki, bu zaman yükün yer səthinə nəzərən potensial enerjisi necə dəyişir? Gəlin baxaq. Birinci halda hündürlüyə baxsaq və ikinci halda hündürlüyə baxsaq, görərsiniz ki, hündürlük yer səthindən olan cismin hündürlüyü azalır. Yəni hündürlük azaldığından biz bu zaman deyə bilərik ki, potensial enerji də azalır. Çünki potensial enerji hündürlüklə düz mütənasibdir. Bunu əvvəlki slaydlarda dedik. Potensial enerjinin müəyyən hündürlükdə olan cismin potensial enerji MGH düsturuna hesablanır. Burada da potensial enerji hündürlüklə
tərs düz mütənasib olduğundan potensial enerji azalır, çünki hündürlük azalır. Digər halda bizə məsələ həlli verilib. Gəlin məsələni həll edək. Məsələni həll edərkən bizə verilib yayın sərtliyi. Yayın sərtliyini biz keçmişik K-dır. Yazaram K. 500 Newton bölünsün metr. Yayın uzanması 4 cm. Uzanma x-dır. Bunu bəzən delta x şəklində də yaza bilərik. 4 cm və 4 cm metrə çevirsək, çünki əsas vahidlərini ifadə etməliyik. 0-dan %4 metr elər. Tapmalı hissəsində potensial enerji, yəni Y potensial bərabərdir sual. Biz bilirik ki, elastik yayın potensial enerjisi Y potensial bərabərdir kx kvadratı bölünsün 2 düsturuna hesablanır. Gətirib qiymətlərini yerinə qoysaq, 500 vurulsun 0-dan %4. 0-dan %4'ü biz bu şəkildə də yaza bilərik. 4 vurulsun 10 üstü mənfi 2, yəni standart şəkildə yazsaq, onu kvadrata yüksəldib yaza bilərik. Biz bu zaman yazarıq ki, 500 vurulsun 2 aşağıda. 4'ü kvadrata yüksəksə 16, onu da kvadrata yüksəksə mənfi 4 eləyəcək. 16 ilə 2 ixtisar gedir 8'ə. Biz bu zaman alarıq ki, 8'i 500'ə vurmalıyıq. 8'i 500'ə vuranda 4000 eləyir. 4000 vurulsun 10 üstü mənfi 4. Bu da eləyəcək bizdə 0,14 joule. Bilirik ki, enerjilərin vahidi joule'dur. Və ona görə də bizim aldığımız cavab 0,14 joule olacaq. Yəni biz bu məsələdə yayın potensial enerjisi düsturundan istifadə etdik. Verilənləri yerinə qoyduq. Hesablamalı olduğu kəmiyyəti hesabladıq, yəni çevirməsini apardıq. Çünki yayın uzanması santimetr şəklində verilmişdi. Biz bilirik ki, yayın uzanması əsas vahidi metrləndir. Ona görə də metrə çevirdik. Sonra isə adi qaydada gətirib yerinə qoyub hesabladıq. Digər tapşırığa keçək. Üfüqi səth üzərində cismin sürəti bir vəziyyətindən 2 vəziyyətinə gəldikdə sürətini görürük ki, azalır. Yəni sürət əvvəlcə 2v idi, sonra v oldu. Bizdən soruşulur. 2v-siz kütlələrdə heç bir dəyişiklik baş verməyib, kütlələr eyni olaraq qalmışdır. O zaman cismin yer səthinə nəzərən potensial enerjisi dəyişərmi? Cavabınızı əsaslandırın. A variantında bizdə potensial enerji soruşur. Biz bilirik ki, bu halda bizim potensial enerjimiz Y potensial MGH düsturuna hesablanır. Biz baxsa hər iki halda yerdən olan cisimlərin hündürlüyü dəyişmir, yəni hündürlük sabit qalır. Hündürlük sabit qaldığından deyə bilərik ki, burada potensial enerji dəyişmir, çünki kütlə də dəyişmir, J də dəyişmir. Ona görə də A variantında potensial enerji deyəcək ki, dəyişmir, konstant qalır, yəni dəyişmir. B variantına baxaq. Bizdə soruşulur ki, kinetik enerji nəyə bərabər olar? Birinci halda kinetik enerji hesablayaq, ikinci halda da kinetik enerji hesablayaq. Biz bilirik kinetik enerji mv kvadratı bölünsün 2 düsturuna hesablanır. İndi bunu qeyd eləyək. Birinci halda bizdə potensial enerjini biz götürsək, m bizdə olduğu kimi qalıb, sürət bizdə 2v-dir, onu kvadratda yüksəksə 4v-nin kvadratı bölünsün 2-dir. Bunu biz y qəbul edirik, çünki bizdə birinci halda potensial kinetik enerjini y qəbul etmişlər. İkinci halda kinetik enerjini yazsaq, yenə kütlə dəyişmir. mv kvadratı bölünsün 2-yə şəklində yazarıq, çünki sürət v-dir. Biz burada görə bilərik ki, bizdə enerjinin sürət 2 dəfə azaldığından enerji əslində 4 dəfə azalmış olacaq. Yəni biz bunu bu şəkildə də yaza bilərik və yaxud həmçinin düsturda görürük ki, birinci düsturda həmin bizdə bu hissəni ayırsaq 4mv kvadratı bölünsün 2-dir. Yəni biz burada 4 şəklində yazarıq. Amma burada 4 vahid əksik olduğundan biz bunu yazacağıq y bölünsün 4. Ümumi də götürəndə biz bilirik ki, kinetik enerji adətən sürətlə düz mütənasib olur. Sadəcə kvadratlikdir. Yəni həmçinin məsələdə görərik ki, sürətlər 2 dəfə azalıb. Sürət 2 dəfə azaldığından biz bilməliyik ki, kinetik enerji də azalacaq. Sadəcə kvadratı azalacaq. Yəni biz sürəti 2 dəfə azalsaq,
bilməliyik ki, kinetik enerji 4 dəfə azalır. Çünki kinetik enerji ilə sürət düz mütənasibdir və parabolikdir. Yəni kvadratik azalma baş verəcək. Yəni bunu biz bu şəkildə də götürə bilərik. Həmçinin hesablayaraq da götürə bilərik. Hesablayanda sadəcə müqayisə etməyi bacarmalıyıq. Yəni birinci halda biz y kimi qəbul etmişiksə, ikinci halda da y kimi qəbul etməliyik. Yəni sadəcə y-nin misilləri olmalıdır. Yəni biz burada görürük ki, y ikinci birincidən 4 dəfə azalıb. 4 dəfə fərqlənir. Azalıbsa biz 4-ə bölürük. Y bölünsün 4 şəklində yazırıq. Yəni bizim aldığımız cavab y bölünsün 4 olacaq. Deməli biz bugünkü dərsimizdə sizinlə potensial kinetik enerji düsturları ilə tanış olduq və öyrəndik ki, potensial enerjini 2 düsturundan istifadə edirik, kinetik enerjinin bir düsturundan. Potensial enerji ya hündürlüklə bağlı olur, ya da elastik yayda mövcud olur. Kinetik enerji isə hərəkətlə bağlı enerjidir. Yəni hərəkətlə bağlı proseslərdə biz kinetik enerji düsturundan istifadə edəcəyik. Həmçinin bu dərsimizdə biz sizinlə həmin bu düsturların hansı hallarda istifadə edildiyini öyrəndik. Bəzi məsələ nümunələrinə baxdıq və hər bir nümunədə potensial və kinetik enerjinin hesablanma qaydası ilə tanış olduq. Dərsimiz bu qədər. Gələn dərslərə qədər sağ olun.